Hamınızı salamlar dostlar. Bu gün sizlərlə birlikdə kompüterimizə CPU-Z necə yüklənir onu öyrədəcəm. Başlamamışdan əvvəl like atıb abunə olmağı unutmayın ki, abunə olaq, canlı yayın alacaq. İlk olaraq Chrome-a girik. Fərqi yoxdur. Chrome olsun, Google olsun. Məsələn, mən indi girdim bir hesaba. İndi buradan buraya yazaq CPU-Z. Bak burada CPU-Z software CPU ID bilmirəm. Belə bir ekran çıxır. İndi ekrana yazdım adını. Belə bir ekran çıxdığı zaman aşağı düşürük. Burada çox şey var. Zip yox. Zipə girmirik. Burada aşağı basmırıq. Burada sizin kompüterim, mən indi 32/64 bit versiyon. Yəni bunu işlədəcək həm 32 bitli kompüterə gedəcək, həm də 64. Mən birinci buna basırıq. Bax birinci burada var. Set of English aşağı düşəndə ona basırıq. Və burada reklam çıxır, close. Sonra da onunla CPU-Z burada yazıb. Buna basırıq. Burada don't love now. Buradan fərqi yoxdur. Siz indirilənləri eləyin. İstəyirsin masa üstü var o. Mən masa üstünə indim. İndi yüklənir. Hara yüklənmişsə onu gətiririk. Baxın buradadır. Gördüyünüz kimi. Baxın bura qoyun. Bax buna indi basırıq. 2 dəfə. İndi burada belə bassaq getməyəcək. Burada görürsünüz 2 dənə tik var. Bu yuxarıdakı tika bir dəfə basırıq, sonra next. Buna basırıq. Ondan sonra buradan bu proqramın hara yüklənməsini göstərir. Məndə indi burada Windows-dan sən yükləyir. Hamı da belə yükləyir. Siz istəsəniz yerini dəyişin, amma yəni harda göstərir, orada qalsın. Sonra OK-a basırıq. Ondan sonra next. Next-ə basırıq. Sonra təzədən next. Sonra bu açıq qalsın. Yəni ekranda CPU-Z-nin şeyi görsənsin. Yəni simgesi. Buna da basırıq. Sonra install. Yüklənir. Tez yükləndir. Bəs tamam. İndi finish. Özü burada bir şey çıxır. Yəni bu elə belə şeydir. Bunu kod eləməm. Bunu çıxın. Buradan. Sonra CPU-Z-nin özünü açırıq. Baxın CPU-Z. CPU-Z-nin özünü açırıq. Və buyurun. Şimdi hər şey açıldı. O core speed deyil. Baxın. Məndə indi 2.7 MHz. Bu speed 99-97. Intel Pentium M5000'dir məndə. Və ondan sonra DDR4 8 GB RAM var. Başqa nə var? Elə bu. Və salam dostlar. Video bəyəndinizsə, zəhmət olmasa yorumlarda bəyəndim və yaxud like atmağı unutmayın. Hər nəysə sağ olun, salamat qalın.